Məsəl üçün, deməli, ev işləri, düzdürmü? Keçək ikinci hissəyə, necə deyərlər. Deməli, mən yığışdırıram. Necə deyəcəksə? Mən yığışdırıram. Убирать. Убирать. Убирать yığışdırmaqdır. Düzdürmü? Deməli, mən yığışdırıram. Necə olacaq? Отлично. Amma desən ki, bayaq o sözü dediyi, mən yer yığış edirəm. Onda necə olacaq? Eyni şeydir, prosta sonu fərqli olacaq. Fikir ver. Əgər mən nəyisə yığışdırıramsa, düzdürmü? Oyuncaqlar yığışdırıram, stolun üstünü yığışdırıram, düzdürmü? Ya ubirаю olacaq. Amma əgər mən yer yığış edirəmsə, onda ya ubirаюсь deyəcəksiniz. Ya ubirаюсь. Bəli. Və məsəl üçün deyirsən ki, mən, yox, o oyuncaqlar yığışdırır. Şəkilçilər biraz dəyişsin də. O yığışdırır oyuncaqları. Necə deyəcəksiniz? Aysa. On ubirает. Oyuncaqlar nədir? İqruşki. Oyuncaqlar. Deməli, on və yaxud ana ubirает игрушки. On və yaxud ana ubirает игрушки. O oyuncaqlarını yığışdırır. Və yaxud mən həmən stolun üstündən yığışdırıram. Məsələn, yeməyimizi yedik, qutardıq mı? O da saxlamıram. Həmən stolun üstündən yığışdırıram. Necə deyəcəksiniz? Mən yığışdırıram stolun üstündən. Aha. Bəli, ya ubirаю stolun üstündən. Со стола. Я убираю со стола. Mən yığışdırıram stolun üstündən. Mən hər gün yer yığış edirəm. Hər gün yer yığış edirəm. Necə deyəcəksiniz?